Mhm. Deməli, Scratch-da şəkil çəkmək, musiqi yaratmaq, belə deyək, ən çox istifadə olunur. Əvvəlcə siz rəqəmsal bacarıqlarda Scratch proqramında kodları yazıb o sprite dəyişmək, fon dəyişmək, sonra indi bu illəri çox güman ki, keçəcəksiniz. Keçməmsinizsə, əslində keçən 5-ci sinifdə keçirilməli idi. Ola bilər ki, nəsə proqram çatdırılmayıb ola bilsin, ona görə keçə bilməmisiniz. Amma 100% ki, çünki biz keçən 5-ci siniflərə keçmişdik. Məsələn, indi mən hətta açım burada rəqəmsal bacarıqlar səhifəmi və burada göstərdim mən sənə. Deməli, Elmisdə Elmis alqoritm. Bax burada 5-ci sinifin də açılsın. Aha, aha. Deməli, bax burada siniflər var. Sinif. Keçək başlanğıca. Bax bu 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci. Sən 5-də oxuyurdun da bu illəri, düzdür? Mən 6-ya keçdim. Hə də, yəni 5-ci sinifi bitirmisən, 6-ya getmisən. İndi bax 5-ci sinifin mən dərsini açıram sənin üçün. Bax 5-ci sinifin dərsim. Bax burada 5-ci sinifin Scratch-ı göstərmək istəyirəm, ona görə açdım. Bax bu daha. Deməli 5-ci sinifdə paralel skriptlər və animasiyalar. Bax bu dərs 5-ci sinifin dərsidir. Yəni 5-ci sinifdə keçirilməli idi bu dərs. Bax burada təqdimat hissəsinə keçim sənin üçün. İndi 6-cı sinifi də göstərəcəm sənə. Sadəcə 5-ci sinifə görə açdım bunu. Bax, həmin bax, sprite dərsi. Bax, libaslarını dəyişmək, addım atmaq. Bax, həmin o Scratch dərsidir. Uçmaq göyərçini təsadüfi mövqedə uçma şəraitini yaradır. Yəni, bu 5-ci sinifdə Scratch dərsi var idi. İndi də rəqəmsal bacarıqlar artıq belə deyək, düzdür, ola bilsin ki, şagirdlərə görünməyəcək, amma bizdə açılıb artıq. İndi mən sənə 6-cı sinifin burada dərslərin bir dənə keçək 6-cı sinifə. 6-cı sinifin, çünki bütün respublikada eyni dərslər keçirilir onsuz da, ayrıca dərs keçirilmir. Bax, birinci dərs gələcək, informasiyanın kodlaşdırma üsulları. Bu dərsi keçəcəksiniz. Hı -hı. Ekran görə bilirsən də yəqin. Hə. Bax, birinci dərsi sentyabrda, indi sentyabrın ya 15-i mi, ya indi ayın neçəsinə düşəcəksə, birinci dərsiniz bu olacaq. İnformatika kabinetində nələr olmaz, nələr olar, bunlar sadə təhlükəsizlik dərsləridir, kod nümunələridir. Yəni, belə bir dərslər keçiriləcək, bayraq əlifbası ilə kodlaşdırma. Sonra bir də belə bir cədvəl verəcəklər sizə. Bu cədvəldə nədir? Məsələn, deyir ki, mən informatikanı sevirəm sözün buradakı cədvələ uyğun kodlaşdır. Sən də burada M hərfinin, yəni hər hərfin altında hansı rəqəmləri görəcəksənsə, o rəqəmlərlə kodlaşdırırsan. Məsələn, M hərfinin altında 19-dur. Deməli, M-nı 19 ilə kodlaşdıracaqsan. Sonra Ə-ni axtaracaqsan, 7. 7 yazacaqsan. Sonra N hərfidir. N-nın altındakı kod 20. Deməli, 20 ilə. Yəni, belə bütöv sözü kodlaşdıracaqsan içində verilən hərflərlə. Buna deyirlər kodlaşdırma. Məsələn, kodun köməyi ilə ismarıcı kodlaşdırın. Həyat gözəldir sözün burada kodlaşdıracaqsan. Həyat gözəldir. H hərfi nədir? 11. Deməli, sən bura 11 yazmalısan əvvəl. Sonra Ə. 7. Sonra 7 yazacaqsan. Yəni, hərflərin altındakı rəqəmlərlə bu sözü kodlaşdıracaqsan. Olacaq bax daha belə. 11, 7, sonra 3. Çünki Y hərfi harda dayanır? Baxaq Y-yə 31-dədir. 31. Yəni belə bir formada kodlaşdırma. Birinci dərsiniz budur. Kodlaşdırma. Sonra hətta burada uşaqların tapşırıqları da var. Bax burada görək açıqdırmı? İndi inanmıram. Yəqin ki, hələ ki aktiv olmaz tapşırıqlarınız. Tapşırıqlar aktiv deyil. Yəni, ola bilər ki, hələ ki açıq qoymazlar da tapşırıqları.
Hə, tapşırıqlar açıq deyil. Yəni şagirdlər hələ ki istifadə eləyə bilmir. Amma dərslərimiz bu formada davam edəcək. İndi görək hansı proqram keçiriləcək. Say sistemləri dərsi keçiriləcək. İkinci dərs say sistemləri olacaq dərsüz. Açaq bu say sistemlərində. Mhm. Say sistemləri bilirsən ümumiyyətlə say sistemləri nədir? Ben bir şey bilmiyorum. Aha. Ha bunu Bunu indi izah elədim, bu kodlaşdırmadır. Biri də var say sistemləri. Say sistemləri nədir? Kompüter ümumiyyətlə kodlaşdıranda, məsələn biz bu sözləri kodlaşdırırıq. Məsələn günəşi, A-nı günəşdir, nə bilim B belə bir rəylərdir. Onunla işimiz yoxdur. Kompüter iki dənə say sistemi, iki dənə rəqəm tanıyır bizi üçün. Bizi üçün yox, əslində özü üçün. Bir və sıfır rəqəmlərini tanıyır kompüter. Yəni biz kompüterdə nə yazırıqsa yazaq, kompüter baş şəkildə çəkəndə, rəqəm də yazanda, nə yazırıqsa yazaq, kompüter onu yalnız sıfır və birlər kimi təyin edir. Məsələn, necə ki, Rum rəqəmləri ki yoxdur, Rum rəqəmlərini yəqin ki bilirsən də. Məsələn, Rumlar biri bizim kimi yazmırlar ki, bir rəqəmi məsələn bu formada yazırlar və yaxud da 4 rəqəmin bizi kimi yazmırlar ki, Rum rəqəmin formaları başqadır. Məsələn, Babil dövlətləri var ki, onlar daha fərqli bir yazı üsulundan istifadə, məsələn, işarələrlə belə bir formada yazı yazırlar. Məsələn, Yunanlar başqa bir formadır. Misirlilərin məsələn alfabet, qam, o hər ölkənin belə deyək də müxtəlif deməli kodlaşdırma sistemi var da. Necə ki, məsələn, belə deyim, biz S hərfin başqa cür kodlaşdırırıq, düzdür? Biz məsələn açın bir də burada sənin üçün ağ lövhə, oradan izah verim. Çünki bu dərsi siz keçəcəksiniz. Mhm. Bax diqqətlə bura bax. Bax məsələn, tutaq ki biz S hərfini belə yazırıq, düzdür? Amma rus dili keçirsən də yəqin ki, bilmirəm indi keçirsən, keçmirsən. Məsələn, ruslar S hərfini belə yazmırlar. Rus S hərfini belə yazır. Və yaxud da, nə bilim, başqa bir ölkədə, nə bilim, S hərfinin forması başqadır. Niyə? Çünki hər ölkənin özünün kodlaşdırma sistemi var. Məsələn, sən getmirsən, tutaq ki, bir ingilislərin yanına, sən onlara salam verirsən, salam sözü deyirsən və yaxud da yazırsan. Əgər onlar Azərbaycanca oxuya bilməsələr, bu salam sözünü oxuya biləcəklər? Yox. Məcbursan bunu, məsələn, ingilis dilində yazasan da olarsın. Yazasan, məsələn, hello sözü kimi yazasan ki, onlar bu salam sözünü başa düşsünlər. Bax buna görə də kompüterində biz kompüterdəki görürük klaviaturadan söz, rəqəm, şəkil çəkirik və yaxud da nəsə istifadə edirik kompüterdən. Kompüter onu bu salam sözü kimi başa düşmür. Necə ki məsələn biz biri belə yazırıq, amma Rum rəqəmi ilə bir bu formada yazılmır. Və yaxud da 4-ü biz belə yazırıq, Rum rəqəmi ilə 4 bu formada yazılmır. Bax eyni, bax belə bir şey. Yəni kompüterdə biz bir rəqəmi yazanda və yaxud da 4 rəqəmi yazanda və yaxud da hər hansı bir hərf yazanda fərqi yoxdur. Kompüter onu hər hərfi, hətta nöqtəni belə, bax vergülü belə, nə bilim boşluq qoyuruq söz yazanda, ara məsafəsi də boşluğu belə belə deyim öz dili ilə başa düşür. Onun öz dili də nədir? Sıfır və yaxud birlər. Yəni kompüterdə biz nə yazırıqsa yazaq, kompüter onu yalnız sıfır və birlərlə başa düşür. Buna da deyirlər ikilik say sistemi. Niyə? Çünki iki dənə rəqəm var. Amma iki özü olmur heç vaxt. İkilik say sistemində iki rəqəmi olmur. Məsələn, siz yəqin ki 5-ci sinifdə mövqeli, mövqesiz say sistemlərini riyaziyyatdan keçmisiniz. Mövqeli say sistemləri, mövqesiz say sistemləri. 5-ci sinifin riyaziyyat dərsidir. Ya bax həmin mövqeli, bax biri mövqeli hansılardır? Bizim tanıdığımız natural ədədlər, mövqesiz isə Rum rəqəmləridir də.
Bax, eyni kompüterdə ikilik özünün say sistemi var. Hansı rəqəmləri tanıyır? Yalnız 0 və 1-ləri. Biz hansı rəqəmlərdən istifadə edirik? Onluq say sistemindən. Natural ədədlər deyirsiniz, riyaziyyatdan keçmisiniz. Ona deyirlər onluq say sistemi. Neçə dənə rəqəm var ta içində? Sıfırdan 9-a qədər. Yəni 10 dənə rəqəm var. Biz deyirik, sonsuzluğa qədər rəqəm var. Xeyr, onluq say sistemində sonsuzluğa qədər rəqəm yoxdur. Rəqəm 0-dan 9-a qədərdir. Sonra gələn bütün rəqəmlər 0-dan 9 rəqəminin təkrarıdır. Məsələn, sıbayı yazırıq bura. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bitdi. Bizim tanıdığımız natural ədədlər. Sonra nə başlayır? Rəqəmlər təkrarlamağa. 1, 0. Birləşdirib yazırlar 10. Sonra 1, 1. Birləşdirib olur 11. Sonra 1, 2. Birləşdirib olur 12. Bax, ona görə sonsuzluğa qədər belə deyək də təkrarlana gedir. Buna natural ədədlərə, yəni bizim riyaziyyatdan tanıdığımız ədədlər onluq say sistemindədir. Yalnız 0-dan 9-a qədər rəqəm olur. İndi bunu da izahını verəcəm. İkili kompüter isə ikilik say sistemindən rəqəm tanıyır. O, cəmi tanıdığı rəqəmlər 0 və 1-lərdir. İndi biz kompüterdə bir dənə S hərfi yazsam, kompüter 8 dənə 01 istənilən formada yazır özü üçün. 8 dənə 01 ilə bunu yaddaşa vermiş olur. Yəni bunun kodu budur. Kompüter bunu belə tanıyır. Nöqtə də qoyanda 8-də 01 yazır. Yəni fərqi yoxdur. Lap 8-də 000 yazıla bilər. 8 dənə 111 yaza bilər. Yəni kompüter özü bunu o beyni ilə o formada başa düşür. İndi gəl belə yazaq. Məsələn, indi sənə deyirəm ki, bunu silək. Biraz yer açaq. Məsələn, tutaq ki, necə ki, məsələn, Rum rəqəmində sən bu rəqəmi görəndə avtomatik nə deyirsən bu rəqəmə? Deyirsən ki, 4-dür. Düzdür? İndi kompüterdə tutaq ki, sənə belə bir rəqəm verdi. Belə bir rəqəm verdi. Bu ikilik say sistemidir. Çünki baxırıq ki, yalnız 0 və 1-lər var. Yalnız 0 və 1-lər var. Bu kompüterin tanıdığı rəqəmdir. Yaxşı. Məsələn, Rum rəqəmində bu işarəni görən kimi avtomatik biz bunu öyrənmişik, yəni əzbərləmişik, yəni biz bunun 4 olduğunu bilirik. Məsələn, Rum rəqəmin bilməyən bir uşaq bu işarəni hay yazsınlar, bu işarəni başa düşməyəcək ki, bu işarə nədir? Bax, indi sən bu rəqəmi başa düşürsənmi? Sən tanıdığın onluq say sistemindəki bu rəqəm nə rəqəmidir? Kompüterdə hansı rəqəm kodlaşdırılıb? Bilirsən bunu? Xeyr, bilməyəcəksən. Niyə? Çünki sən kompüterin dilini bilmirsən axı. Biz onun dilini bilmirik. Dilin bilməkdən ötürü biz onu belə deyək də öz dilimizə tərcümə eləməliyik. Necə tərcümə edirik? Yazılıb, bax, 1, 0, 1, 0. İndi biraz daha qısasını yazım. İkilik say sistemində həmişə ətəyinə 2 rəqəm yazılır. Yəni, bu yazı ikilik say sistemindədir. Biz hansı say sistemini tanıyırıq? Onluq say sistemləri. İndi biz bu ikilik say sistemindən onluq say sisteminə keçid eləməliyik ki, görək kompüter bu rəqəmdən bizə nə demək istəyir. Necə keçid eləyirik? Diqqətlə qulaq asırsan. Deməli, rəqəm verilib, arxadan önə doğru, bax, təkrarlayıram, arxadan önə doğru. Başlayırıq saymağa. Biz rəqəmləri sayanda nəydən sayırıq? Sıfırdan. Düzdür? Çünki bizim natural rəqəmlərimiz sıfırdan başlayır da. Başlayırıq saymağa. 0, bax, başın üstündən yazırsan. 0, 1, 2, bir də 3. Yazırsan belə, bax, sən evə tapşırıq verəcəm bununla bağlı. Yazırsan evə, evə deyirəm, bu formada yazırsan və başlayırsan yazmağa. Birinci rəqəm var, nə yazılıb bura? 1. 1-i götürəcəksən və diqqətlə qulaq as. 1-i götürəcəksən. Əsasında nə rəqəmi yazılıb? 2. Bu birinci rəqəmi vurursan, əsasda nə durubsa ona, 2-yə. Və birinci rəqəmin üstündə hansı rəqəmi yazmışıq? 3 rəqəmin. Həmin bu 3 rəqəmi gəlir 2-nin qüvvətində dayanır. Bitdi bu. Bitdi. Üstündən xətt çəkirsən. İkinci rəqəmə keçəndə, yəni bu rəqəmlə bu rəqəmin arasında üstə gəlmək qoyulur.
Keçirik ikinci rəqəmə. İkinci rəqəmimiz nədir? 0. Yazırıq 0. Vurulsun. Yenə hansı say sistemindədir? İkili olduğuna görə yenə 2 yazırıq. Və 0-ın üzərində duran ədədi yazırıq 2-nin qüvvətində. Bitdi bu. Bitdi. Keçirik növbətiyə. Növbətiyə keçəndə aralarında üstə gəlmək qoyuruq. Yenə üçüncü rəqəm 1. Yazırıq 1-i. Vurulsun. Yenə ikili say sistemi deyənə 2 və 1-in üstündə duran rəqəmi yazırıq 2-nin qüvvətində. Bitdi, bitdi. Keçirik növbətiyə. Üstə gəl. Yenə 0 götürürük. Vurulsun. Yenə 2-ni yazdıq. 0-ın üstündə rəqəm nə dayanıb? 0. Hə. İndi gəlirik biz bunu belə deyək, Azərbaycan dilinə çevirməyə. 1-i olduğu kimi yazırıq. Vurulsun. 2 üstü 3 neçə eləyir? Yəni 2-ni 3 dəfə öz-özünə vuranda neçə eləyir? 8. Düzdür? Çünki 2 də 2-ün 4, 4 də 2-ün 8 eləyir. 8. Üstə gəlinsin. 0-ı yazırsan. 2 üstü 2 4 eləyir. Yazırsan 4. Üstə gəlinsin. 1-i yazırsan. 2 üstü 1 2 eləyir. Üstə gəlinsin. Yenə 0 vurulsun. 2 üstü 0 da 1 deməkdir. Yəni siz bunları artıq riyaziyyatdan belə deyəndə keçmirsiniz ki, 2 üstü 0, 2 üstü 1, 2 üstü 2 nə deməkdir? 2 üstü 0 da 1 deməkdir. İndi bərabəri qoyursun. 1 vurulsun 8 neçə eləyir? 8. Üstə gəlinsin. 0 vurulsun 4 eləyir 0. Üstə gəlinsin. 1 vurulsun 2. 2. 0 vurulsun 1. 0. İndi bunu toplayırsan. 8-in üstünə 0 gələndə 8, üstünə 2 gələndə 10, 10 da üstünə 0 gələndə yenə 10. Deməli, kompüterdə 1, 0, 1, 0 bizim tanıdığımız hansı rəqəm imiş? 10 rəqəmi imiş. Məsələn. Bir daha da izah verirəm başqa bir nümunədən. Başqa bir nümunədən. Diqqətlə yenə baxırsan. Və yazıb 1, 1, 0, 1, biraz uzun yazaq indi, 0. İkili say sistemindədir. Sənə deyəcək ki, onluq say sisteminə çevir. Neynəyəcəksən? Bərabəri qoyursan. Başlayırsan arxadan önə doğru saymağa. 0, 0-dan sayırıq amma. Başın üstündə yazırsan bütün rəqəmlərin. 0, 1, 2, 3, 4. Yazdın, keçirsən birinci rəqəmə. Birinci rəqəmimiz 1-dir. Yazırıq 1, vurulsun, hansı əsasdadır? İkili əsasda. 2, 1-in üstündə olan rəqəmi 2-nin üstünə yönəldirik. Bitdi, keçirik ikinciyə. İkinciyə keçəndə aralarında üstə gəlmək qoyursun. Yenə 1, vurulsun, 2, üstü, 1-in üstündəki rəqəm 3-dür, keçir 2-nin üstünə. Üstə gəlinsin, 0, vurulsun, 2 üstü 2, çünki 0-ın üstündəki rəqəm 2-dir. Üstə gəlinsin, yenə 1, vurulsun, 2 üstü 1. Üstə gəlinsin yenə, bunu da silək. 0, vurulsun, 2 üstü 0. Vəssalam, bərabəri qoyuruq. 2 üstü 4, yəni 2-nin 4-cü qüvvətində cavab 16 eləyir. 1-i 16-ya da vuranda cavab eləyir 16. Üstə gəlinsin. 2 üstü 3 8 deməkdir. 8-i 1-ə vuranda eləyir 8. 2 üstü 2 4 deməkdir. 4-ü 0-a vuranda eləyir 0. 2 üstü 1 2 deməkdir. 2-ni 1-ə vuranda eləyir 2. 2 üstü 0 1 deməkdir. 1-i də 0-a vuranda 0 eləyir. Vəssalam, toplayırıq indi adicə bildiyimiz riyaziyyatdır. 8, 2, 10, bu da 16. Eləyəcək 26. Vəssalam. Deməli, kompüterdə bu rəqəm bizim bildiyimiz 26 imiş. Başa düşdün? Aha. Bax, indi burada Bəli. rəqəmsal dərsində də bax sənə eyni həmin rəqəmləri verib bu dərsi keçəcəklər sizə 8-li say sistemindən 10-luq say sisteminə keçmə və yaxud da 10-luqdan 2-liyə keçmə. 10-luqdan 2-liyə keçmə.
İndi burada onluqdan ikiliyə keçməni, ikilikdən onluğa keçməni bildik. Bəs yaxşı. Bunu silək. Bəs yaxşı. Bizə desələr ki, bizə desələr ki, 25 rəqəmi tanıdığımız 25, adicə bizim onluq say sistemində tanıdığımız 25. Kompüterdə sən 25 yazırsan, kompüter bunu necə başa düşür? O rəqəmi mənim üçün tap. Yəni, nəyə çevirməliyik? İkilik say sisteminə. Çünki kompüter yalnız dedik ki, ikilik say sistemlərin tanıyır. Başlayırıq 25 də onluq say sistemindədir. Kompüterin dilinə çevirməkdən ötürü biz onu ikilik say sisteminə çevirməliyik. Budaqlı bölmə keçmisən də yəqin ki. Ola keçməmiş olmarsan. Keçmisən budaqlı bölmə. Riyaziyyatdan belə budaqlı bölmələr. Aha. Bəli. 25-i bölürsən 2-yə. Çünki ikilik say sisteminə keçid deyir ona görə. 25-in içində 2 neçə dəfə düşür? 12 dəfə. Düzdür? 12 2-yə vuranda eləyəcək 24. Qalıq nə qalır? Bax, diqqətlə baxırsan. 25-dən 24 düşəndə qalıq qalır 1. 12-ni də 2-yə bölə bilirik də, düzdür? Bu səfər 12-ni bölürsən 2-yə. Neçə dəfə düşür? 6 dəfə. Qalıq qalır nə? 12, 12-dən qalıq qalır 0. 6 2-yə bölünə bilir? Bəli. 6-nı da bölürük 2-yə. Neçə dəfə düşür? 3 dəfə. Qalıq nə qalacaq? Yenə 0. 3 2-yə bölünə bilir? Bəli. Neçə dəfə? Bir dəfə. Bir də 2-ün qalıq qalır 1. İndi 1 2-yə bölünə bilir? Xeyr. Xeyr cavabını aldınsa dayanırsan. Dayandın və axırıncı rəqəm ki var, bax bura yazdığımız axırıncı rəqəm. Buradan üzü arxaya doğru, yəni üzü əvvələ doğru belə deyək, arxadan önə doğru rəqəmləri ardıcıl başlayırıq yazmağa. Hansı rəqəm idi? 1, sonra 1, sonra 0, yəni qalıqları yazırıq. 0, sonra da 1. Vəssalam. Deməli, bu rəqəm biz kompüterdə 25 rəqəmi yazan kimi kompüter onu belə formada başa düşür. Yəni, onluq say sistemindən ikilik say sisteminə keçəndə 2-yə bölə gedirsən, sonda qalıqları arxadan önə doğru düzürsən. Bu olur kompüterin dili. Amma kompüterdən dilim verib bizim öz dilimizə çevirməkdən ötürü neynədik? Başın üstündən 0, 1, 2, 3, 4 yazdıq və başlayırıq toplamağa. Yazırıq 1, vurulsun 2, 1-in üstündəki rəqəm 4. İndi görək həqiqətən də 25 eləyəcəkmi bu? 1, vurulsun 2 üstü 3, 0, vurulsun 2 üstü 2, 0, vurulsun 2 üstü 1, 1 vurulsun 2 üstü 0. İndi baxaq. 2 üstü 4 neçə eləyir? 16. 16-nı 1-ə vuranda neçə eləyir? 16. Üstə gəlinsin. 2 üstü 3 neçə eləyir? 8. 8 də 1-ün 8. 2 üstü 2 4-dür, amma 0-a vuranda 0 eləyir. 2 üstü 1 2-dir, 0-a vuranda 0 eləyir. 2 üstü 0 1-dir, 1-i 1-ə vuranda eləyir 1. İndi 16 üstünə 8, 10 da üstünə 1 gələndə 25 eləyirmi? Eləyir. Deməli, həqiqətən də tapdığımız rəqəm doğru imiş. Bəs yaxşı. Belə bir şey də yazaq. Say sistemlərin deyəndə kompüterdə ümumiyyətlə istənilən sonsuzluğa qədər say sistemləri mövcuddur. Sadəcə, məsələn, ikilik say sistemi desə, sən deyəcəksən ki, tərkibində yalnız 0 və 1 var. Üçlük say sistemi desə, deyəcəksən tərkibində 0, 1, 2 var. 3 özü olmur. Çünki sayı qədər say sisteminin adıdır. Yəni, içərisində ötərəcən içərisində 3 rəqəm var deyən üçlük say sistemi deyirlər. Dörtlük say sistemində 0, 1, 2, 3. 4 dənə rəqəm var. Beşlik say sistemində 0, 1, 2, 3, 4 var. Altılıq say sistemində 0, 1, 2, 3, 4, 5 var.
Yettili say sistemində 0, 1, 2, 3, 4, 5, 6 var. Səkizli say sistemində 0, 1, 2, 3, 4, 5, 6, 7 var. Səkizlik dedik, doqquzluqda da yenə sıfırdan 8-ə qədər. Daha yazmıram. 0, 1, 2, 3, 4, 5, 6, düz 8-ə qədər. Onluq say sistemində də bizim tanıdığımız natural ədədlər sıfırdan 9-a qədər. Yenə deyirəm, çoxlu say sistemləri, 8-lik, 16-lıq, 2-lik, 20-lik, 25-lik, neçə dənə deyir disini fərqi yoxdur. Sadəcə axırıncı rəqəm buradakı rəqəmdən bir dənə əksik olur həmişə. Məsələn, sənə desələr ki, 8-li say sistemin ən böyük rəqəmi hansıdır? Deyəcəksən 7. Çünki axırıncı rəqəm 7-dir. Ən kiçik rəqəm hansıdır? Bütün say sistemlərində ən kiçik rəqəm 0-dır. Çünki bütün say sistemlərində 0-la başlayır rəqəmlər. Ən kiçik rəqəm 0-dır. Amma ən böyük rəqəmi deyəndə baxırsan, hansı say sistemində deyirsə, həmin say sistemindən 1 çıxırsan. Məsələn, sənə desələr ki, ikili say sistemində ən böyük rəqəm hansıdır? Deyəcəksən 1. Çünki həmin rəqəmdən 1 çıxırsan. Üçlü say sistemində ən kiçik rəqəm, ən böyük rəqəm hansıdır? Deyəcəksən 2. Çünki 3-dən 1 çıxırsan. Dördlü say sistemində ən böyük rəqəm hansıdır? 3. Beşli say sistemində 4, altılıq say sistemində 5, 7-lik say sistemində 6, 8-lik say sistemində 7, 9-luq say sistemində 8, bizim bildiyimiz 10-luq say sistemində də ki, ən böyük tək rəqəmli ədədimiz nədir? 9. Nasıl? Aydındır. Çətin deyil ki. Xeyr. Əslində bu dərslərin yenə deyirəm, hamısını siz rəqəmsal bacarıqlar dərsində keçəcəksiniz. Mətn ikilik kodları, mətn informasiyası kodlaşdırılmasın. Yəni bunların hamısını yəqin ki, keçən ölçü vahidlərini keçmisiniz. Bit, byte, kilobayt, megabayt bunları yəqin keçmisiniz keçəni. Çünki keçməlisiniz. Keçən bunlar hamısı keçirilib. Kilobaytdir, baytdır, kilobaytdır, megabaytdır. Hətta bax KSG də buradadır. Bax KSG də var. KSG birində buradadır. Sadəcə çox güman ki, tapşırıqları hələ ki yerləşdirməyiblər. Görək varmı? Tapşırığı görə bilirikmi? Bax giriş eləmək olmur tapşırıqlara. Çünki tapşırıqlar çox güman ki bağlıdır hələ ki. Rəqəmsal dərsləri keçiriləndə aktiv olacaq. Görək bəlkə açıqdır. Baxaq bir dənə görək tapşırıqlar açıblar. Hə, bax açıblar. Bax KSG 1 üzün, KSG 1-də. Birinci sualımız bu olacaq. 22 onluq ədədin ikili say sistemində neçə dənə sıfır var? Neyniyəcək? Gəlirik, silək bunları. Götürürük 22 rəqəmin, demir onluqdadır. İkiliyə çevir. 2-yə bölə-bölə gedəcək. 22-nin içində 2 neçə dəfədir? 11 dəfə, düzdür? 22 eləyir, qalır 0. 11-i 2-yə bölə bilirik? Bölə bilirik. Neçə dəfə düşür? 5 dəfə. Qalıq nə qalır? 1. 5-i 2-yə bölə bilirik? Bəli. Neçə dəfə? 2 dəfə. Qalıq nə qalır? 1. 2 2-yə bölünür? Bəli. Neçə dəfə? Bir dəfə. Qalıq nə qalır? 0. İndi sənə deyir ki, 22-ni ikili say sisteminə çevirəndə arxadan önə doğru düzürsən. Neçə dənə deyir 0 var? Neçə dənə oldu? 1, bu da 2. Yerdə qalanlar hamısı 1-dir. 2 dənə 2 olmuş oldu. Avtomatik sən burada cavabı yazırsan 2. Məsələn, təsdiqin vurursan, oldu sənin doğru cavabın. Yəni, yəqin ki, rəqəmsal bacarıqlarda kesinlikle yazırsınız da. İkinci sualınız. Baxaq ikinci sualınıza. Bu səfər 21 onluq ədədindir deyir. 2-yə çevirəndə neçə 0 olur. Yenə də eyni şey. 21-i başlayacaqsan 2-yə bölə-bölə getməyə. 10 dəfə düşür, qalıq qalacaq 1. Sonra 10-u 2-yə böləndə 5 dəfə düşür, qalıq olur 0. 5-i 2-yə böləndə 2 dəfə düşür, qalıq qalır 1. 2-ni 2-yə böləndə bir dəfə, qalıq qalır 0. Burada da yenə neçə dənə 0 oldu? 2 dənə. Bir dənə burada, bir də burada. Avtomatik cavabı yazacaqsan 2 dənə 0'un olmuş oldu. Üçüncü suala baxaq. Üçüncü sualda 24'ü deyir.
24-ü ikiliyə çevirəndə, ikiliyi təsvirdə neçə dənə 0 var? Burada da yenə yazaq. 24-ü 2-yə bölə-bölə gedirsən. 24-ün içində 2, 12 dəfə düşür. Qalıq qalır 0. 12-ni 2-yə böləndə 6 dəfə düşür. Qalıq qalır 0. 6-nı 2-yə böləndə 3 dəfə düşür. Qalıq qalır yenə 0. 3 2-yə bölünür də bölünür. 2 dəfə qalıq qalır. Bir dəfə qalıq qalır 1. Burada da yenə deyir. Neçə dənə 0 oldu? Burada isə 3 dənə 0 olmuş oldu. Cavabı gedib yazacaqsan 3 və təsdiqi də vuracaqsan. Aydındır. Çətin gəlmədi. Onluq say sistemindən ikili say sistemiyə çevir deyəndə avtomatik 2-yə bölə-bölə ta ki axırda zədəsin ki qalınan qalıq mən 2-yə bölünmürəm. Məsələn, və bölünəndən sonra arxadan önə doğru ama düzürük. Arxadan önə doğru. Yəni da belə öndən arxaya yox ha, arxadan önə doğru sırayla düzürük. 1 1 1 sonra 0 0 0. Formada arxadan önə doğru düzülür. Növbəti görək nə sualdır? Yay sözünü kodlaşdırmaq üçün neçə bit lazımdır? Ölçü vahidlərini keçmişsiniz ümumiyyətlə. Bilirsən ölçü vahidləri? Bəli. Aha. İndi yay sözündə baxırsan, y-ya baxırıq. Yaxınlaşdırım. Y hərfində neçə dənə 0-1 var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Ümumiyyətlə bayaq dedim də, bütün hərflərdə 8 dənə 0-1 olur. Bütün hərflərdə 8 dənə 0-1, yəni 8 dənə 0-1, bir dənəsi 1 bitdir. 8 dənəsi 8 bit olacaq da. İndi sənə deyir ki, yay sözündə neçə dənə bit var? Əgər birində 8 dənədirsə, yay sözü neçə dənə hərfdən ibarətdir? 3 hərfdən. Deməli, biz onda nə qaracaq? 3-ü nəyə vuracaq? 8-ə. Cavab neçə eləyəcək? 24 bit. Məsələn. Deməli, yay sözündə neçə dənə bit var imiş? 24 dənə bit var imiş. Çünki hər hərif 8 dənə 0 və yaxud da 1-dən ibarətdir. Hər 0 1 də 1 bit deməkdir. Yəni, 1 də yazılsa 1 bitdir, 0 da yazılsa 1 bitdir. Məsələn, sən burada, belə deyim də, 5 dənə 0 1 yazsın, deyəcəksən ki, 5 bitdir. Çünki 0 1 bit olanır, 1 də bir də bitdi. Mən bura neçə dənə 0 1 yazsam, sən sadəcə onları sayacaqsan. 1 2 3 4 5 6. Deyirsən ki, burada 6 dənə bit var. Vəssalam. Çünki hər 0-da 1 də bərabərdir nəyə? 1 bitə. Hərəsi bir dənə bitdi. Fərqi yoxdur. 0 da ola bilər, 1 də ola bilər. Hər ikisi 1 bit adlanır. Ona görə neçə dənə 0-1 yazılırsa, sayırsan o qədər də bit var deməkdir. Sonra görə növbəti sualımız nədir? KSG-də. KSG-lərə baxırıq buradan. Aşağıdakı verilən kod cədvəlini istifadə edərək bu kodu deyir, sözünü dekodlaşdırın deyir. Dekodlaşdırma nədir? Bunlar artıq kodlaşdırıblar. Biz o kodu açırıq. Necə açacaq? Arxadan önə doğru dedik axı, hər hərif 8 dənə 0-1 deməkdir. Ona görə burada yazılan rəqəmləri arxadan önə doğru 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə sayırsan və burada dayandı 8. İndi baxırsan ki, 3 dənə, 4 dənə 1-dir, 2 dənə 0, 2 dənə 1. Bax gör kodda hansı hərfdir o? 4 dənə 1, 2 dənə 0, 2 dənə 1. Bax, U hərfinin kodudur. Bax, 4 dənə 1, 2 dənə 0, 2 dənə 1. Deməli, söz nə ilə başlayacaq? U-la. Sözün sonuncu hərfi nə olacaq? U. Buraya yazırsan U. Sonra başlayırsan yazmağa. Buradan da saya bilərsən, fərqi yoxdur. Yenə də buradan da sayanda yenə 1, 2, 3, 4, 5, 6, 7, 8. 8, 8 ayıracaqsan hamısın. Sonra orada ayırdığın o 8 dənə kod, buradakı kodun hansına uyğun gəlirsə, onun qarşısındakı hərfi
bura qeyd etmiş olacaqsan. Aydındır? Çünki hərflər 8 dənə 0-1 deməkdir. Sadəcə sayacaqsan. 8 dənə sayacaqsan, 8-ci də dayanacaqsan, kodu tapıb yazacaqsan, sonra növbəti 8-i sayacaqsan, sonra növbəti 8-i sayacaqsan. Yəni bu formada 8-8 koddaşdıracaqsan. Sonra nə deyir? Deyir ki, Əli mətn redaktorunda qısa bir ismarıc yazıb. Əla, tətil. Hər simvol 2 bayt yer tutur. Hə, tutsun da punktasiya və boşluqlara daxil olmaqla. Sən sadəcə sözü sayacaqsan. 1, 2, 3, 4, boşluğu da deyir say. 5, 6, 7, 8, 9, 10, 11. Neçə dənə hərf var burada? 11 dənə. Deyir ki, hərəsi 2 bayt tutsun. 11 dənədirsə o zaman nə edəcək? 11-i nəyə vuracaq? 2-yə. Neçə eləyəcək? 22. Və salam cavabı götürüb 22 yazacaqsın. Sonra görək nə verib bura sənə. 5-ci sualımız nədir? Bu tapşırıq deyil, bu sadəcə oxuyub cavab verəcəksən. İş masasının fərdləşdirmə, fonun rəngi, sxemi, giriş təsvirlərinin dəyişdirilməsini əhatə edir. Olar, iş masasında biz fon dəyişə bilirik, rəng dəyişə bilirik, şəkil dəyişə bilirik. Çünki biz iş masasında bunları eləyə bilirdik. Fərdləşdirilmiş kompüterlə məhsuldarlığına təsir edir. Xeyr, fərdləşdirilmiş kompüter bu yanlış ifadədir, bununla işimiz yoxdur. İş masası əməliyyat sistemi ilə işə salındıqdan sonra ekranda görünən ilk görüntüdür. Bəli. İş masası yalnız faylları ehtiva edir. Xeyr, iş masasında hər şey var. Necə ki, daha iş masası buradır da, və bura. Fayl da var, qovluq da var, sənəd də var, nə istəsirik, yığa bilirik. Bu da yanlış mülahisədir. Və salam gedirsən, nişanlayırsan. Belə. Bu da sənin KSG-lərin. Bu da sənin KSG. Yəni KSG 1 da əslində bu. KSG 1-ə qədər sən buradakı bütün dərsləri tək belə deyə də keçəcəksən onsuz da rəqəmsal bacarıqlar. Düzdür, indi müəllimimiz başa salacaq.